Ema xanım faiq deyir, yəqin qadındır. Qüsul barədə izah edərdiniz, zəhmət olmasa. Mən o Mekseti türklərini ha vaxt qovdular Ruslar Perestroika Özbəkistandan. vaxtında, nəsə o vaxtlar idi. 90-cı, 80-ci il idi belə. 80 neçənci il idi. Eləmi? Təxmini. Nəysə, bax onlar oradan köç edəndə mən hələ həyətimi, o Gülüstandakı həyətimi itirməmişdim. Dururdu, qəşəng böyük həyət var və durdu. Bunu biz deyim sənə 1, 2, 3 bu ailə, 1 o ailə, 4, 5, 6, 7 ailədə bax ora yoldaşım Mekseti Türkü təmənnasız yerləşdirmişdi. Mən də belə onlar lüt gəlmişdilər axı, yəni heç nəsiz. Bütün Gülüstana da qonu qonşu car çəkdim. Kimin nəyi var, gətdilər, kravat verənə bax, yorğan verənə bax, döşək verənə bax. Bunları elə bil güzaranını biraz stabilləşdirdik də, yata bildilər, dura bildilər. Amma həyatda belə deyim ki, sənə yaxalamaq üçün belə şərait yox idi. Çünki biz də təzə almışdıq onu. Heç buranı elətdirə bilmirik, Allah izin vermir. Orada da müəyyən işlər görülməli idi. Görmüşdük, gənə də görülməli idi. Hamısı yarımçıqda. Bu gəlinlərdə əlaqə saxlayır, danışırıq, gedirəm, gəlirəm, ehtiyaclarını nə lazımdır, köməklik edirəm. Allahın lütfündən mən yox, təbii ki. Bir gün bu gəlinlərdən biri mənə dedi ki, belə utana-utana ki, bəs burada bir həmam etsəydiniz. Deyirəm ki, axı mənim ona pulum yoxdur, nəylə eləyim, məhlədi vermişəm olursunuz. Deyirəm ki, neynirsən ki, istəyirsən ki, get bina evindən duran arası heç yarım, necə deyim sənə bir 100-150 metr, 200 metr olmaya belə piyada gedib gəlirəm həyətə. İzdanya ilə məhəllənin arası. Deyirəm, valla, Quran istəyir ki, gedək də bina evində yaxalanın, eləyin, nə istəyirsiniz, gedək yaparım sizi. Yox, elə deyil. Deyirəm, bəs nətərdir? Deyir, bizdə, nətər dedim mən o, biz dedi, həyat yoldaşından baş yastığa qoyduq mu, biz addım ata bilməriz. Deyirəm, nətər? Yəni, qüsul tökməliyik. Mən də dedim ki, biri oxudum ki, mən də bu dindən zatdan başım çıxmır. Mən də dedim ki, Allah, yəni Allah bu qədər qəddardır. Bərinin yanından çıxıbsan da buradan nəyi günahdır ki bunun? Başqa kişindən getməyibsən, başqa yerdən gəlmirsən, öz sevdiyin adamdır, ömür gün yoldaşındır. Bu vəziyyət də budur. İndi bu su yoxdursa, siz həyat yaşamamalısınız. Elə deyil. Deyirəm, valla, mən başa düşə bilmirəm, bu niyə belədir? Mən bunu Allah nəsib etsə öyrənərəm, amma hal-hazırda haqda işdat deyə bilmərəm. Yəni, mən, sən yataqdan çıxarda da hamam elə hamın övündür. Bu nə adətdir, dedim. Valla, mən başım çıxmaz belə adətlərdən. Heç mənim üçün qəbul da deyil. Hələ o vaxt demişdim, heç kitabın içindən xəbərim yox idi. Bir dəfə də Türkiyə gedirik. Rəhmətli kişi sağ idi, məni elə bil, bir dənə belə yerdə qoydu, balaca bir sex idi, nə idi bilmirəm, bir dənə də arıq bir Türk oturub orada kişi. Bunlar getdilər, bir neçə nəfər idik, bilet zad alsınlar, biz bu Trabzondayıq, biz İstanbul'a getməliyik. Bu kişi oradan danışdı, buradan danışdı, başladı ki, bəs Azərbaycandan belə gəlirlər, belə edirlər. Ünvanımıza bir neçə sözlər dedi. Dedim ki, bu saçların
Düşmən saçım deyəsən onda da sarı idi, bilmirəm, qara idi, sarı idi. Yəni sevirdim saçımı boyamağı, belə qadın kimi özümə baxmağı çox sevərdim. Dedim ki, axı bu tək sən niyə elə deyirsən ki, Azərilər, bura ermənilər də gəlir, gürcülər də gəlir. Elə biz gələndə, qaqraz da bu ermənilərdən bir dənə onların kişi mamarozaları var idi. Bir dəstə də erməni qızını əllərində pasportu buraxmırdılar. Nə qədər gediblər, gəliblər, peçatları. Mən də bürdəcə dururam, tam ucunda keçməlik. Bunları görürəm. İstəmirəm, amma görürəm. Gözümün önündədir. O yana gedirlər, bu yana gəlirlər, o yana gedirlər, bu yana gəlirlər. Uzun sözün qısası puldan zaten verdilər, bu qızları keçirdi. Hamısı da erməni idi. Deyirəm, indi bunun hamısını sən Azərbaycanlıların adına yazanmazsan, axı biz hamımız bu millətlər Kafkaz milləti gedir, bunların hamısı qara saçlıdır, qıvrımı da var belə də. Belə söhbət eləyirik, oturur. Dedi ki, bizim adətimizdə bu dırnağına lak çəkən. Mən də dırnaqda hər saat lakı bu xeyir işdə, zatda, toyda, zatda sevərəm. Tax belə də biraz təmiz görsənmək üçün, belə iş görəndə iş sevmirəm mən onun əlimdə. Amma qadındır da, indi çək, düzdür, lap elə uzun dırnaqlar mənlik deyib, sayğı duyuram hər kəsin dırnağına, onu da qəbul etmirəm. Öz dünyamda kim istəyir, yəni ona da pis baxmıram. Amma indi bu kişi deyir ki, tırnağına lak vuran, saçını örtməyən, nə bilim, namaz qılmayanın çörək kəsilməz. Yavaşca çəkildim bir tərəfə, dedim ki, ya Rəbbim, onda heç bilmirəm, Allahla danışıram, kimlə danışıram, hələ bu aləmə gəlməmişəm. Deyirəm ki, ya Rəbbim, sana təşəkkür edirəm, nə yaxşı bizi Rusların əhatəsində böyüdürsən də, biz Sovetin törəmələriyik yaxı. Bunların əhatəsində mən ümumiyyətlə belə, indinin özündə tək mən baş örtərəm də, belə adam rəqsılar, başı örtülü, indi sevənlər var, məsləhətinə şükür. Mən özümdən danışıram, şəxsi. Deyirəm ki, nə yaxşı mən bu Rusların əhatəsində böyümüşəm. Belə yadıma gəlir ki, bu haqda Allaha təşəkkür eləmişdim, hələ Türkiyədə, Trabzonda. İndi, ay canım, amma indi gəlib hikmət aləmindəki bu kalam dəryasında üzüv, dür sözləri bir inci kimi o dərin bir kalam dəryasından seçib, yığıb ucuma gətirmişəm ki, sizə Allahın heç kimin ibadətinə ihtiyacı yoxdur. Nə də qüsuruna. Sən əgər imanında, bax bu bəx gəldi biri abzuvati elədi də, buna dinləyənlər də kafirdir. Bunun iç dünyası, imanı ləkəlidir. Bu nəinki qüsulla, çayların suyu ilə qüsullansa, təmiz olası deyil. Allahın ihsan dənizi, qüsul məkanı, o qəlbdir ki, adlanır əfdivanı. Bax, hər kəs burada hesab verir. Sənin o qüsulun, əgər imanın ləkəlidirsə, sən karına yetmir. Nə namazın, nə qüsulun, nə hicabın, nə ceynamazın, nə kəbbən, nə məşədin, nə pirin, nə o ziyarət etdiyin qəbirlərin, nə dostların, nə pulların, sən karına yetməyəcək. Cəza yerində qalacaq. Bax, görürsünüz.